بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين أما بعد Allah Azze ve Celle'nin izniyle İbn Recep el-Hembeli rahimahullah'ın tefsirini okumaya devam edirik. Ve bundan sonra Allah'ın izniyle Ali İmran suresinden bazı ayetleri okuyacağız. Onlardan biri, en ehemmiyetlilərindən biri Allah Azze ve Celle Ali İmran suresi 19. ayette buyurur ki: İnned-dîne indallâhil İslam ve mâ ihtelefellezîne utul kitâbe illâ min ba'di mâ câehumul ilmu bagyan beynehum ve men yekfur bi ayatillahi fe innallaha seri'ul hisab. Buyurur ki, həqiqətən Allah katında din yalnız İslamdır. Kitap verilenler ancak özlerine ilim geldikten sonra aralarındaki ədavət üzünden ihtilafa düştüler. Kim Allah'ın ayetlerine küfür ederse bilsin ki Allah hak hesap çekendir. Allah Azze ve Celle'nin hak hesabı tezdir, sürətlidir. Şübhəsiz qardaşlar, kəlmə-i şəhadət İslamın şərtlərindəndir, ən birinci şərtidir və bu barədə heç bir ixtilaf yoxdur. Ancaq şəhadət kəlməsində qəsd edilən, onun mənasını təsdiq etmədən sadəcə tələffüz etmək deyil. Bugünkü zındıq murciyə, cəhmiyə dəvətçilərinin iddia etdiyi kimi, insanlar mənasını bilmədən, tələbini bilmədən, o kəlmənin onlardan nə tələb etdiyini bilmədən, bu kəlmə haqqında heç bir təsəvvürləri olmadan quru-quru la ilahe illallah deməklə müsəlman hökmü verirlər. İbn Recep rahimahullah buyurur ki, ancaq şəhadət kəlməsində qəsd edilən, onun mənasını təsdiq etmədən sadəcə tələffüz etmək deyil. İnsan yalnız kəlmə-i şəhadəti təsdiq etməklə İslam'a girdiyi bilinən bir məsələdir. Quru-quru tələffüz etməklə deyil, təsdiq etməklə İslam'a girdiyi bilinən bir məsələdir. Muhammed bin Cəfər bin Zübeyir rahimahullah və sələfdən bir sıra elm əhli şübhəsiz Allah qatında din İslamdır ayəsində zikr olunan İslam kəlməsini tövhid və təsdiq olaraq təfsir etmişlər. Yəni şübhəsiz Allah qatında din İslamdır, yəni şübhəsiz Allah qatında din tövhiddir. Kimin tövhidi yoxdursa, onun bu dindən heç bir nəsibi yoxdur. Kim tövhid əhli deyilsə, o adam nədir? Şirk əhlidir, müşrikdir. Çünki iki növ insan var, muvahid, müşrik. Üçüncü bir qism yoxdur. Kim muvahid deyilsə, kim tövhid dinində deyilsə, o şirk dinində olan bir müşrikdir. Yəni Allah Azze ve Celle Ali İmran suresi 31. ayda buyurur ki: "Kul in kuntum tuhibbunallaha fattabi'uni yuhibbukumullah ve yaghfir lakum zunubakum. Vallahu gafurur rahim." De ki, əgər Allah'ı sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayandır, gafurdur, rahimdir. Bu ayə sələf qatında imtihan ayəsi olaraq adlandırılır. Alimlər bu ayəni imtihan ayəsi adlandırır. Yəni kim Allah'ı sevdiyini iddia edirsə, onun Allah Resulü sallallahu aleyhi ve selleme tabiliğine baxılır. Allah Resulü sallallahu aleyhi ve selleme ittibası nə qədər güclüdürsə, Allah'ı sevdiyi də o qədər güclüdür. Allah'a olan sevgisi də o qədər güclüdür. Kitab əhli Yahudilər Allah Resulü sallallahu aleyhi ve sellemin yanına gələrək dedilər ki, biz də Allah'ı sevirik. Və Allah Azze ve Celle bu ayəni nazil etdi ki, əgər Allah'ı sevirsinizsə, mənə tabi olun. Həqiqi sevgi, sevdiyinin sevdiklərini sevmək, sevdiyinin nifrət etdiyi şeylərə də nifrət etməyi tələb edir. Həqiqətən Allah'ı sevirsənsə, Allah və Resulünün sevdiklərini sevəcəksən, Allah və Resulünün nifrət etdiyi şeylərə də nifrət edəcəksən. Əgər bunun əksini etsən, Allah və Resulünün sevdiklərini sevməsən və Allah və Resulünün nifrət etdiklərinə nifrət etməsən, sən bu sevgində, bu iddianda yalancısan. Ona görə buna imtihan ayəsi deyilir ki, kim Allah'ı sevirsə, Allah Resulünə tabi olacaq, Allah və Resulünün sevdiyi şeyləri sevəcək, Allah və Resulünün nifrət etdiyi şeylərə də nifrət edəcək. Kimdə bu qəlbində, dilində, əməlində bu görünməzsə, o iddiasında nədir? Yalancıdır. Necə ki Allah Azze ve Celle Tövbə suresi 24. ayda buyurur ki: "Kul in kana aba'ukum ve abna'ukum ve ihwanukum ve azwajukum ve ashiratukum
وأموال اقترفتموها وتجارة تخشون كسادها ومساكن ترضونها أحب إليكم من الله ورسوله وجهاد في سبيله فتربصوا حتى يأتي الله بأمره والله لا يهدي القوم الفاسقين. De ki, əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, yaxın qohumlarınız, qazandığınız mallar, iflasa uğramasından qorxduğunuz alış-verişiniz, ticarətiniz və bəyəndiyiniz məskənlər sizə Allahdan, onun rəsulundan və Allah yolunda cihaddan daha sevimlidirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönətməz. Yəni Allah Azze ve Celle burada insana ən əziz olan şeyləri sadaladı. Atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz və s. və dedi ki, bunlar sizə Allah və Rəsulundan daha sevimlidirsə, Allahın əmri gəlincəyə qədər, yəni Allahın bəlası, Allahın sizin üzərinizə olan müsibəti, əzabı gəlincəyə qədər gözləyin. Ənəs bin Məlik radiyallahu anhu buyurur ki, Allah Rəsulu sallallahu aleyhi və səlləm belə buyurdu, 3 xislət vardır ki, kimdə olarsa imanın ləzzətini dadmışdır. Allah və Rəsulunu hər şeydən çox sevmək, bir şeyi yalnız Allah rizası üçün sevmək, Allah ona hidayət etdikdən sonra təkrar küfrə dönməyə, oda girməkdən qorxduğu kimi qorxmaq. Bu hədisi İmam Buxari və Müslim rəvayət etmişdir. Hansıdır bu 3 şey? Allah və Rəsulunu hər şeydən çox sevmək, bir şey yalnız Allah rizası üçün sevmək, Allah onun hidayət etdikdən sonra təkrar küfrə dönməyə, oda girməkdən qorxduğu kimi qorxmaq. Kim Allah və Rəsulunu bütün qəlbi ilə səmimi bir şəkildə sevərsə, bu sevgi ona Allah və Rəsulunun sevdiklərini də bütün qəlbi ilə sevməyi, Allah və Rəsulunun xoşlamadığı şeyləri xoşlamamağı, Allah və Rəsulunun razı olduğuna razı olmağı, Allah və Rəsulunun qəzəbləndiyinə qəzəblənməyi və bədən üzvləri ilə bu sevgi və qəzəbin tələblərini yerinə yetirməyi vacib edir. Əgər bədən orqanları ilə bunların ziddinə bir əməl edərsə, Allah və Rəsulunun xoşlamadığı bir şey edərsə və ya gücü çatdığı halda Allah və Rəsulunun sevdiyi bir əməli tərk edərsə, bu onun Allah və Rəsuluna olan sevgisinin azlığına işarət edir. Yəni bütün bunlar sənin üçün nədir? İmtihandır. Kim Allah və Rəsulunu bütün qəlbi ilə sevərsə, ondan tələb olunan şeylər Allah və Rəsulunun xoşladığı, sevdiyi şeyləri sevmək, Allah və Rəsulunun sevmədiyi şeyləri sevməmək, Allah və Rəsulunun razı olduğu şeylərə razı olmaq, Allah və Rəsulunun qəzəbləndiyi şeylərə qəzəblənmək. Bu imanın əlamətidir. Kimdə bu olmazsa, o kəs öz iddiasında nədir? Yalancıdır. Əbu Yaqub Ən-Nəhcuri rahiməhullah buyurur ki, Allahı sevdiyini iddia edən, amma Allahın əmrlərinə zid hərəkət edən hər kəsin iddiası batildir. Allahı sevdiyini iddia edən, amma Allahın əmrlərinə zid hərəkət edən hər kəsin iddiası batildir. Allahı sevdiyi halda ondan qorxmayanlar aldanmışdır. Yahya bin Muaz rahiməhullah buyurur ki, Allahı sevdiyini iddia etdiyi halda onun sərhədlərini qorumayan kəs sevgisində sadiq deyildir. Allahı sevdiyini iddia etdiyi halda onun sərhədlərini qorumayan kəs sadiq deyildir. Bütün günahlar nəfsin arzularını Allah və Rəsulundan sevgidən önə çəkməkdən qaynaqlanır. İnsanın günahlar etməsinin səbəbi nədir? Allah və Rəsuluna olan sevgini nəfsinin arzularının arxasına salmaq. Nəfsinin arzularını Allah və Rəsuluna olan sevginin önünə çəkmək. Allah Azze ve Celle Quran-ı Kərimin bir çox ayələrində müşrikləri öz həvalarına tabi olmaqla vəsf etmişdir. Məsələn Allah Azze ve Celle buyurur ki, فَاِنْ لَمْ يَسْتَجِيبُ لَكَ فَعْلَمْ اَنَّمَا يَتَّبِعُونَ اَهْوَاءَهُمْ Əgər sənə cavab verməsələr, yəni sənin dəvətini qəbul etməsələr, bil ki, onlar nəfslərinə tabi olmuş kəslərdir. Öz nəfslərinə uymuş kəslərdir. Bidətlər də eyni şəkildə nəfsi həvaları şəriətin önünə keçirməkdən qaynaqlanır, qardaşlar. Ona görə də bidət əhli həva əhli adlandırılmışdır. Bu məsələdə vacib olan Allah Rəsulunun sallallahu aleyhi və səlləmin gətirdiklərinə tabi olmaqdır. Möminə Allahı, Allahın sevdiyi mələkləri, rəsulları, siddiqləri, şəhidləri və salih insanları sevməsi vacibdir.
Bu səbəblə imanın ləzzətini dadmağın əlamətlərindən biri də bir kəsi sadəcə Allah üçün sevməkdir. İmanın ləzzətini dadmağın əlamətlərindən biri nədir? Bir kəsi sadəcə Allah Əzə və Cəllənin rızası üçün sevməkdir. Allah düşmənləri ilə dostluq etmək və Allahın sevmədiyi şeyləri sevmək haramdır. Səhl bin Muaz radiyallahu anh buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Kim Allah üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verər, Allah üçün mane olarsa imanı kamil olmuşdur. Bu hadisi İmam Əhməd və Tirmizi rivayət etmişdir. Kimin sevgisi, nifrəti, verməsi, mane olması Allah üçün yox, öz nəfsi üçün olarsa, onun fərz olan imanı naqisdir. Ona vacib olan iman, yəni imanın əsli naqisdir. Bu kəs tövbə etməli, Allah Resulü sallallahu aleyhi və sələmin gətirdiklərinə tabi olmağa dönməli, Allah və Resulünün sevgisini hər şeyin önünə keçirməlidir. Allah və Resulünün sevgisini hər şeyin önünə keçirməlidir. Sonra Allah Əzə və Cəllə Ali-İmran surəsi 135-ci ayədə buyurur ki, 134-cü ayədə buyurur ki: وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِّن رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış genişliyi göylər və yer qədər olan cənnətə tələsin. Rəbbinizin məğfirətinə və müttəqilər üçün hazırlanmış genişliyi göylər və yer qədər olan cənnətə tələsin. Əl-ləzine yunfiquna fis-sərra'i vəd-darra'i vəl-kəziminəl-ğayz vəl-afina anin-nas vallahu yuhibbul muhsinin. O müttəqilər ki, bolluqda da, qıtlıqda da mallarından Allah yolunda xərcləyər, qəzəblərini boğar və insanları bağışlayar. Allah yaxşı iş görənləri sevər. Allah Əzə və Cəllə bu iki ayədə, qardaşlar, cənnətə düşmək üçün, cənnətə tələsin dediyi ayədə cənnətə düşmək üçün, bir kəsin cənnət əhli olması üçün iki vəsfi zikr etmişdir. Cənnət əhlini iki vəsflə zikr etmişdir. Nədir? Allah yolunda mallarından xərcləmək və qəzəbini boğaraq insanları bağışlamaq. Bu cənnət əhlinin vəsflərindəndir, bunu unutmayın. Allah yolunda mallarından xərcləmək və qəzəbləndiyi zaman, müsəlman qardaşına qəzəbləndiyi zaman qəzəbini boğmaq və insanları bağışlamaq. Bu onların insanlara qarşı olan münasibətləridir. Sonra Allah Əzə və Cəllə bu davranışı belə tamamlayır. وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفِرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللَّهُ وَلَمْ يَسِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ. O kəslər ki, bir fuhuş iş gördükdə, pis bir iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər. Axı günahları Allahdan başqa kim bağışlaya bilər? Bir də onlar gördükləri pis işlərdə bilə-bilə israr etməzlər. Pis əməllərində, günahlarda israr etməzlər. Ulaika cəzaohum məğfiratun min rabbihim və cənnətun təcri min təhtihəl ənhəru xalidinə fiyhə və ni'mə əcrul amilin. Onların mükafatı Rəbbindən bağışlanma və ağacları və qəsrləri altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı əməl sahiblərinin mükafatı necə də gözəldir. Allah Əzə və Cəllə bu iki ayədə, bu 4 ayədə cəhənnəmdən xilas olub cənnətə düşməyin yolunun insanlara gözəl davranmaq olduğunu bəyan etmişdir. Bu isə ya bir kölə azad etmək, ya da ac insanları doyurmaqla mümkündür. Doyurduğu kəs yaxınlarından bir yetim və ya acılıqdan torpağa yapışmış, yeməyə heç nəyi olmayan kəsdir. Möminlər daima ehsan sahibi olmalı, insanlara ədaləti və ehsanı əmr etməlidirlər. Bu səbri və mərhəməti tövsiyə etməkdir. Allah Əzə və Cəllə bu sifətlərin əməl dəftərləri sağ tərəfindən verilənlərin sifəti olduğunu açıqlamışdır. Allah Əzə və Cəllə bu ayələrdə günahlarda israr etməyənlərdən bəhs etmişdir. Çünki günahda israr etmək nifaqın əlamətlərindəndir. Bir kəsin günahlar üzərində israr etməsi, günahı tərk etməməsi, günahdan tövbə etməməsi nifaqın əlamətlərindəndir. Artıq insan günahlarda israr edib, qəlbində imandan bir əsər qalmır və özü də hiss etmədən münafiq olur.
Günahlarda o qədər israr edir ki, hər günah etdikcə qəlbindəki iman zəifləyir, qəlbindəki iman azalır və hətta imandan əsər əlamət qalmır və bununla özü də bilmədən, özünün də xəbəri olmadan münafiq olur. İbrahim Ət-Teymi rahimehullah buyurur ki, sözüm ilə əməllərimi müqayisə etdiyim zaman yalancı olmaqdan qorxuram. Sözüm ilə əməllərimi müqayisə etdiyim zaman yalancı olmaqdan qorxuram. İbn Əbi Müleykə rahimehullah buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləmin sahabələrindən 30 nəfər yetişdim. Onlardan hər biri özünün münafiq olmasından qorxurdu. Onlardan heç biri mənim imanım Mikail və Cəbrailin imanı kimi sağlamdır demirdi. Yəni murciyələrin iddia etdiyi kimi demirdi. Həsən el-Basri rahimehullah buyurur ki, mömindən başqası Allahdan qorxmaz. Münafiqdən başqası da Allahın əzabından əmin olmaz. Mömin Allahdan qorxan, münafiq isə Allahın əzabından əmin olandır. Hüzeyfə radiyallahu anhu buyurur ki, münafiq İslamı göstərər, amma onunla əməl etməz. Ömər radiyallahu anhu buyurur ki, sizin üçün ən qorxduğum elmi olan münafiqdir. Münafiq necə elm sahibi ola bilər, ey möminlərin əmri deyə soruşulduqda, o belə cavab verir. Hikmətlə danışar, amma zülmlə, haramla əməl edər. Hikmətlə danışar, zülmlə, haramla əməl edər. İbn Sirrin rahimehullah buyurur ki, mən insanlardan elələri də var ki, iman etmədikləri halda biz Allaha və axirət gününə iman etdik deyərlər. Bəqərə surəsi 8-ci ayədə. وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّ بِاللَّهِ وَبِالْيَوْمِ الْآخِرِ وَمَا هُمْ بِمُؤْمِنِينَ. İnsanlardan elələr də vardır ki, biz iman etmədik. İman etmədikləri halda biz Allaha və axirət gününə iman etdik deyərlər. Ayəsindən qorxduğum qədər heç bir şeydən qorxmuram. Muhammed bin Sirrin, tabeinlərin imamı, deyir, mən bu ayədən qorxduğum qədər heç bir şeydən qorxmuram. Əyyub Əs-Səxtiyani rahimehullah buyurur ki, Quran-ı Kərimdə nifaqdan bəhs edilən hər ayədə özüm üçün qorxuram. Muaviyə bin Qurra rahimehullah buyurur ki, Ömər bin Xattab radiyallahu anhu nifaqdan qorxduğu halda mən ondan necə əmin ola bilərəm? Muaviyə bin Qurra nə deyir? Ömər bin Xattab belə nifaqdan qorxurdu, mən necə nifaqdan əmin ola bilərəm? Zeyd bin Əbu Zərqa rahimehullah Sufyan Es-Səvrinin belə dediyini nəql edir. Bizimlə murciyələr 3 məsələdə ixtilaf etdik. Biz iman söz və əməldir deyərkən, onlar iman əməl deyil, sözdür deyərlər. Biz iman artar və azalar deyərkən, onlar iman nə artmaz, nə azalmaz deyərlər. Biz nifaqdan qorxuruq deyərkən, onlar bizim üçün nifaq yoxdur deyərlər. Əbu İshaq Əl-Fəzari buyurur ki, İmam Əvzai Ömər radiyallahu anhu özünün münafiq olmasından qorxardı dedi. Mən Əvzaiyə dedim, İnsanlar deyir ki, Ömər Hüzeyfə radiyallahu anhudan münafiqlərin siyahısında öz adının olmadığını öyrəndikdən sonra daha nifaqdan qorxmadı. Yalnız ölüm anında nifaqla imtihan olunmaqdan qorxardı dedim. İmam Əvzai rahimehullah dedi ki, xeyr, bu bidət əhlinin sözüdür. Bu zikr edilənlər nifaqın kiçik və böyük olmaqla iki hissəyə ayrıldığına dəlildir. Kiçik nifaq əməldə, böyük nifaq isə etiqadda nifaqdır. Sahabə və tabeinlərin qorxduğu nifaq kiçik nifaqdır. Sahabə və tabeinlər kiçik nifaqı düşməkdən qorxurdular. Kiçik nifaq isə böyük nifaqın bir bölümüdür. Onlar kiçik nifaqın həyatlarına hakim olmasından, beləliklə bu halın onları böyük nifaqa sürükləməsindən və beləliklə imanlarının tamamilə yox olmasından qorxurdular. Yəni kiçik nifaqda insan israr edərsə, kiçik nifaq əməldə olan nifaqa davam edərsə, kiçik nifaqın əlamətlərində özündən təmizləməzsə, bu onda böyük nifaqın yaranmasına və qəlbində imanın tamamilə silinib getməsinə səbəbdir. Çünki Allah Azze və Cəllə buyurur ki, onlar doğru yoldan sapdıqda Allah da onların qəlblərini saptırdı. Saf surəsi 5-ci ayədə. Yəni insan nə qədər doğru yoldan saparsa, əməlləri ilə doğru yoldan azarsa, Allah Azze və Cəllə onun qəlbini çevirər. Yəni əməllər kiçik nifaqda görünür, kiçik nifaq əməllərdə görünür, böyük nifaq isə qəlbdədir. İnsan əməlləri ilə kiçik nifaqa davam edərsə, Allah onda böyük nifaqı yaradar, qəlbini onun çevirər, qəlbini saptırar. İmam Əhməd rahimehullah Kitabul İman əsərində buyurur ki, Həsən el-Basri rahimehullah belə buyurur. Vallahi yer üzərində səhərə çıxan və axşama çıxan elə bir mömin yoxdur ki,
özü üçün nifaqdan qorxmasın. Fikir verin qardaşlar. Buyurur ki, vallahi yer üzərində elə bir mömin yoxdur ki, səhərə çıxanda da, axşama çıxanda da özü üçün nifaqdan qorxmasın. Yəni kim özü üçün səhər və axşam nifaqdan qorxmursa, o mömin deyil. Onda mömin sifəti yoxdur. Nifaqdan ancaq münafiq əmin olar. Həsən el-Basri buyurur ki, nifaqdan ancaq münafiq əmin olar. Cəfər bin Süleyman, Mualla bin Ziyadın belə dediyini nəql edir. Özündən başqa ilah olmayan Allaha and olsun ki, Həsən el-Basrinin belə dediyini eşitdim. Ölüb gedən və sağ qalan elə bir mömin yoxdur ki, nifaqdan qorxmasın. Ölüb gedən və sağ qalan elə bir münafiq yoxdur ki, nifaqdan əmin olmasın. Nifaqdan əmin olmaq artıq nifaqın əlamətidir. Yəni Həsən el-Basri rahimehullah buyurur ki, əgər bir qövm imanı qəflətən ovlayan nifaqı görsəydi, onların nifaqdan başqa dərdləri qalmazdı. Əgər bir qövm görsəydi ki, nifaq imanı qəflətən ovlayan bir əməldir, onların nifaqdan başqa bir qorxuları, nifaqdan başqa bir dərdləri qalmazdı. Yəni tək qorxduqları şey nifaqa düşmək olardı. İnşallah bununla kifayətlənək qardaşlar. Allah Əzzə və Cəllə bizi qəlblərimiz təmiz olduğu halda, qəlblərimiz ixlaslı olduğu halda, nifaqdan təmizləmiş halda özünə qovuşan qullarını eləsin. Subhanək Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və etûbu ileyk.